Photoshop proqramını sıfırdan peşəkar səviyyəyə qədər öyrənmək istəyənlər üçün hazırladığımız növbəti video dərsdə xoş gördük hər kəsi. Biz alətlər panelində qalmışıq və bu dəfə burada gördüyümüz 3 alət dəsti və bu hissədəki 3 alət dəsti ilə tanış olacağıq. Başlayaq birincidən. Dodge Tool adlanır. Deməli, Dodge Tool kiçikli aləti şəkil müəyyən hissələrin rəngini daha da parlaq etmək üçün istifadə olunur. Məsələn, bu formada biz müəyyən yerləri parlaq edə bilərik. Əməliyyatı geri alım. Bu layeri biz kopyalayaq ki, müqayisə etmək mümkün olsun. Buradan bir neçə növü var. Shadow forması var. Deməli, tünd yerlərdə işləmək üçündür o. Bax, belə. Protect Tones bölməsində isə biz bu hissəni aktiv etməklə rənglərini də daha təbii formada saxlamış oluruq. Məsələn, bu formada işləyəndə daha dəqiq olur. Biz bunun səviyyəsini artıra bilərik. 10 yox, məsələn, 50 edə bilərik. Onda daha da bilinəcək işimizin nəticəsi. Shadows və yaxud mid tone edirik. Bu formada işləyirik. Və yaxud highlights etməklə belə bir nəticə əldə etmiş oluruq. Fərqə baxırıq bu formada. Bu alətlə daha yaxından tanış olmaq üçün başqa bir şəklə baxaq. Mən kanalımda deməli göbələklə bağlı bir manipulyasiya etmişəm və o video dərsə baxmaqla siz bu alətlə daha yaxından tanış ola bilərsiniz. Və gördüyümüz bu video dərsdir və burada siz bu alətlə daha yaxından tanış ola bilərsiniz. İndi gələk bu hissəyə. Deməli gördüyümüz kimi lampa sönmüş vəziyyətdədir və biz bu alət vasitəsilə onu yanmış vəziyyətə gətirəcəyik. Bu hissəni biraz azaldaq, 20 edək. Burada highlights qalır və bu hissə bizdə aktiv olmalı deyil. Vəssalam. Deməli, layerimizi kopyalayırıq və lampanı bizə lazım olan hissələrini seçək ki, daha rahat işləyə bilək. Məsələn, bu formada seçdik və başlayaq bunu artıq üzərində işləməyə. Gördüyümüz kimi lampa artıq yanmış vəziyyətdədir və biz buradan, məsələn, overlay seçsək, artıq ətrafa da bir işıq çaçmış kimi görüntü yaranır. Təbii, bunun üzərində daha dəqiq işləyib, yəni daha gözəl nəticələr əldə etmək mümkündür. Növbəti alətimiz Burn Tool adlanır. Burn yandırmaq deməkdir və buna görə də bu aləti hansısa toxundursaq, o hissəni qaraldır və yanmış kimi göstərir. Bax belə. Məsələn, burada da həmin formalar var. Shadow forması var. Yenə deməli, highlights hissəsində isə daha açıq yerlərdə işləmək mümkündür. Belə. Və yaxud buradan bu hissəni deaktiv etməklə də fərqli nəticələr əldə etmək mümkündür. Bunu silirəm, yenidən kopyasını çıxardıram. Məsələn, shadow hissəsində biraz bu hissəni artırırıq və bu hissəni aktiv edirik. Belə bir nəticə əldə edə bilərik. Məsələn, paxlava yanmış kimi görünə bilər. Əgər bizə belə bir nəticə əldə etmək lazımdırsa, bu alətdən istifadə edə bilərik. Və yaxud biraz tündləşdirə bilərik. Vacib deyil yanmış kimi göstərmək. Azca tündləşdirmək olar, belə nəticə əldə etmək mümkündür. Ondan sonra, yəni bu alət bir çox yerdə istifadə olunur. Harda lazımdır. Ola bilər şəklimizin, elementimizin hansısa bir hissəsi daha çox ağdır və yaxud da ki, açıq rəngdədir. Onu biz tündləşdirmək üçün bu alətdən istifadə edə bilərik. Növbəti alət Sponge Tool adlanır. Bu alət nə edir? Bunun iki forması var. Desaturate və Saturate. Bildiyimiz kimi saturation rəng səviyyəsinin yüksəldilib azaldılması üçün istifadə olunan bir termindir saturation. Burada saturate rəngləmək, desaturate isə rəngini almaq mənasına gəlir. Məsələn, desaturate seçdik və hansı hissəyə biz toxunsaq, o hissənin rəngi
ağ-qaraya çevrilir. Bax bu şəkildə. Geri verirəm əməliyyatı və yaxud saturate seçməklə biz hər hansı bir hissənin rəngini daha da artıra bilərik. Buradan bunu azalda bilərik. Daha az artırsın. Yine burada vibrans bölməsi var. Əməliyyatları geri qaytarırıq. Bu da belə bir nəticə almağa bizə kömək eləyir. Bax belə. Gördüyümüz bu üç alət dəsti də bizə çox kömək olur və müəyyən yerlərdə istifadə olunur. Biz bunları müəyyən şəkillərə tətbiq etməklə, ayrı yerlərə tətbiq etməklə əlimizi örgəşdirə bilərik və daha da yaxından tanış olmuş olarıq. İndi keçək növbəti alətlər dəstimizə. Başlayaq elə birinci alətdən. Blur Tool bulanıq görüntünü əldə etmək üçün istifadə olunan bir alətdir. Məsələn, gələk bu hissəyə. Şəkillərdə görürük ki, deməli, mərkəzə dayanan obyekt fokusda, arxa fon hissə isə fokusda olmur. Yəni görünmürdü, belə deyək də, bulanıq görünür. Və indi biz bu şəkildə bu alət vasitəsilə arxa fonumuzu blur etməliyik ki, qabaqdakı elementlər daha aydın görsənsin. Bunu Ctrl-J edib kopyasını çıxardaq. Burada bir məqam da var. Məsələn, mən kopyasını çıxartdım şəklin fərqi göstərmək üçün. Bu formada fərqi var. Amma mən bunu silirəm. Ehtiyac yoxdur. Yeni bir layer açıram, boş layer və burada bu üç alətin belə bir yaxşı bir xüsusiyyəti var. Bunlarda belə bir bölmə var. Bu bölməni aktiv etməklə biz hər hansı bir layerdə olmağımıza baxmayaraq gördüyümüz iş aşağı hissədə olan layerlərə də aid olur. Məsələn, bu layer boş layerdir və mən bu aləti götürüb bu hissədə işləməyə başlasam, gördüyümüz kimi yenə tətbiq eləyir lazım olan işləri yenə tətbiq eləyir. Və əlimiz götürsəm, görürəm ki, bu hissəyə nəsə düşdü bu hissəyə və fərqə baxırıq. Yəni, bu şəkil yerində qalır. Bu hissəni isə bulanıq formada götürdü. Yəni, davam edirik. Bu çox yaxşı bir funksiyadır. Lazım olan vaxtı biz bunu baxa bilərik və yaxud ləğv edə bilərik, silə bilərik, müəyyən əlavələr edə bilərik. Belə bir nəticə əldə etdik. Fərqə baxırıq. Əvvəl belə idi, oldu belə. Yəni bu formada nəticə əldə etmək mümkündür. Bu alətdən düzdür istifadə edirik biz, amma fonu bulanıq etməyin, yəni blur formaya salmağın başqa bir üsulları da var. Məsələn, burada gördüyünüz kimi blur effektləri kifayət qədər boldur və bundan geniş yararlanmaq mümkündür. Bu alətdən, yəni müəyyən yerləri, bəlkə bəzi hissələri blur etməkdə istifadə edə bilərik. Növbəti alətimiz Sharpen Tool adlanır. Bu da blurun əksinə olaraq daha da aydınlatmaq işinə baxır. Yəni, məsələn, bu hissələr bizə blur kimidirsə, bu hissədə biz toxunsaq, gördüyümüz kimi o hissəni daha da aydınladır. Və təbii, burada yenə yeni layer açırıq və Sample All Layers bölməsi aktiv olmaq şərti ilə biz bu şəklin üzərində işləyə bilərik. Məsələn, bu hissəni biraz azaldıb 30 versək, biraz aləti böyüdürük və bu hissəyə biraz toxunsaq, görürük sifət hissəsini daha da aydınlaşdırdı. Fərqə baxaq. Bax belə. Bu alət belə bir nəticələr əldə etməyə bizə kömək edir. Təbii, çoxlu istifadə etsək, həddi aşmış oluruq və ona görə yaxşı nəticələr əldə etməyə bilərik. Ona görə bunu da deməli müəyyən səviyyədə öz həcmində istifadə etmək lazımdır ki, gözəl nəticələr əldə etmək mümkün olsun. Biz Blur Tool vasitəsilə qıraq hissələri bulanıq edib, Sharpen Tool vasitəsilə isə bizə lazım olan mərkəzi obyektimizi daha da aydınlada bilərik. Belə. Növbəti alət Smudge Tool adlanır. Bu alət isə müəyyən deformasiyalar vermək üçün istifadə olunur. Əvvəlcə onu deyim ki, deməli bu alət rənglərin bir-birinə keçidini yumşaltmaq üçün istifadə oluna bilər. Məsələn, yenə yeni layer yaradırıq. Bu hissə yenə aktivdir. Alətimizi böyüdürük. Bu hissədə olan alətlər ümumiyyətlə ağır alətlərdir və
Onlarla işləyən zaman yüngül-yüngül, yavaş-yavaş işləmək lazımdır ki, kompüterimiz donmasın və yaxud aləti çox böyütmək olmaz. Onda yenə ağır işləyəcək kompüter. Müəyyən formada böyüdürük və bax gördüyümüz kimi keçidi yumşaltmaq mümkündür. İndi bunu biz başa düşdük və keçirik tətbiq etməyə. Aləti kiçildirik. Bu hissədə ləkə kimi nəsə görünür, bəlkə də xaldır, amma biz onu təmizləmək istəyiriksə, rəngləri bir-birinə qatdığı üçün rahat-rahat təmizləyə bilirik. Və belə bir nəticə əldə etdik. Və yaxud buradan bu saç hissəni ləğv edirik. Vəssalam. Burada da həmçinin rəngləri bir-birinə qatdığı üçün biz istədiyimiz nəticəni əldə edə bilirik. Eləcə də müəyyən hissələri uzatmaq mümkündür. Məsələn, bax bu formada dartıb biz bitkinin bu hissəsini uzada bilərik. Böyüdürük alətimizi. Belə bir funksiyası da var. Məsələn, burnun bu hissəsini biz biraz sola çəkə bilərik. Bu hissəni sağa çəkə bilərik. Gözü ümumilikdə biraz sola, bu hissəni sağa çəkə bilərik. Çox olmamaq şərti ilə. Və yaxud saçın bu hissəsini uzada bilərik. Amma məsləhətdir ki, fonda heç nə olmasın, çünki fona da təsir eləyir. Deməli, biz bugün 6 alətlə tanış olduq. Bu alətlərdən necə istifadə olunur? Bura qədər keçdiyimiz, öyrəndiyimiz bütün alətləri sıx-sıx təkrarlamaq, onları tez-tez tətbiq etmək, ayrı-ayrı şəkillərlə işləmək, təcrübəni artırmaq lazımdır ki, onlar bizim beynimizə həkk olunsun. Yəni təcrübəmiz artsın, hansı nəticəni əldə etmək istəyiriksə, hansı alətdən istifadə edəcəyimizə qərar verməyi bacaraq. Axtarmayaq ki, hansı alət nə işə baxırdı, nə edirdi. Ümumiyyətlə Photoshop çox dərindir, onu öyrənib bitirmək mümkün deyil. Yəni biz alətləri, effektləri öyrənə bilərik, amma fantaziya o qədər dərin və geniş, tükənməzdir ki, Photoshopda hər cür fantaziyalar, hər cür ideyalar tətbiq edib müəyyən nəticələr, müxtəlif formalar, manipulyasiyalar, posterlər və digər müxtəlif dizayn formaları əldə etmək mümkündür və öyrəndiyimiz hər bir elementi, hər bir aləti, effekti çoxlu tətbiq edib əlimizi öyrəşdirməkdə böyük bir fayda var. Bu günlük bu qədər. Əgər suallar olarsa, rəy bölməsində yaza bilərsiniz və videoları vaxtında izləmək üçün abunə olmağı unutmuruq. Sağ olun, gəlin dərs görüşərik.